Səbəblərin yüksəlişi dövrü neçənci əsrə təsadüf elə? Səbəblərin yüksəlişi dövrü 16-cı əsr. Dövlət yox, heç sülalənin, Ərdəbil hakimliyi. Mən desəm ki, dövlət nə baxır? Ərdəbili göstər. Ərdəbil burada. Ay sağ ol. Sülalənin banisi kim olmuşdu? Şeyh Səfiyyəddin Səməd. Bəli. De görüm, sonra sülaləyə kim rəhbərliklər? Tez. Sonra Şeyh Cüneyd De. rəhbərliklər 1447-1460. Kimin əmri ilə tərk elədi? 1449-cu ildə Cahan Şah. Cahan Şah kim idi o tana? 1449-cu ildə. Niyə Ərdəbildən bu vaxt yəni Cüneydin dövründə bütün Azərbaycan demək olar ki, Qaraqoyunların, yəni Qaraqoyunlu kimin hakimiyyəti altındaydı? Cahan Şah. Həmən Cahan Şahın əmri ilə harı tərk elədi Emil? Nə bilim. Harə gəldi? O Ağqoyunlu. Onda Ağqoyunlu dövlət idi yoxsa? Yox. Amit bəyli idi. Bax o deyil, onun yanına gəldi. İlk dəfə Ağqoyunlarla qohumluq olan kim elədi? İlk dəfə Cüneyd. Cüneyd. Uzun Həsən qızını aldı, başçısını aldı. Hansı döyüşdə öldürüldü tez. 1460-cı ildə Samur Sağ döyüşündə öldü. Burada Səfəvlər onda dövlət deyirdi. Yaxşı, Samur döyüşü Şirvanşahların kimlər arasında açıqlar Samur döyüşü haqqında? Mən burada Şirvanşahlarla Səfəvlər arasında olmuşdu. Şirvanşah və kimlərin birləşmiş qüvvələri? Qaraqoyunlar. De də hökmdarlar olaraq deyir. Cahan Şah məğlub, Cahan Şahla Şirvanşahların birləşməsi burada Şeyh Cüneyd məğlub edib öldürdü. Öldürdü. Sonra sülaləyə kim rəhbəri? Şeyh Heydər gəldi 1460-1488. Onun dövründə Onun dövründə Qızılbaşlar Səfəvlər Səfəvlər Qızılbaş adlanmağa başladı. Çünki başlarının atası kimi kimlə qohumluq münasibətini davam etdirir. Ağqoyunlu kimin qızını aldı öz dayısı? Öz deməli Uzun Həsənin nəyini aldı? Qızını aldı. Yaxşı, indi de görüm. O neçə dəfə Şirvana yürüş eləmişdi? 3 dəfə 1483, 87, 88. İndi has döyüşdə, indi Şirvanşah kimlə döyüşdə öldürüldü? Bu dəfə Fərrux Yasar 1488-də Şahdağ döyüşdü. Kimlərin birləşmiş qüvvələrinə? Ağqoyunlarla Şirvanşahlar. Ya Şah dağı Şirvan ərazisindədir. Düzdürmü? Bəli. İndi de görüm Uzun Həsən onda hakimiyyətdə idimi? Uzun Həsən yox. Kim idi Şirvanşah? Yaqub Paşa. Neçə dəfə Səfəvlərin Ərdəbil hakimliyini, Ərdəbili neçə dəfə işğal eləmişdi Ağqoyunlar? Ağqoyunlar 2 dəfə. Birinci 1488-də, ikinci də 1494-də. 94-cü ildə. De görüm sonra sülaləyə kim rəhbərlik elədi? Sonra Sultanəli gəldi 1488. Onları kim zindandan azad etdi? Onları üstləmirdi. Nəyə görə, kimə qarşı mübarizədə? Kömək alın. Baysunqura qarşı. Baysunqura. Baysunquru müttəfiqlər has döyüşdə öldürdülər. 1492-ci ildə. Hansı döyüşüdür? Bu. Bərdə döyüşü. Və sonra de görüm kili siyasət yerdən Rüstəm Mirzə dönüş oldu, nağardı tez-tez. 94-cü ildə Şəməsi döyüşündə Sultanəli. Ərdəbil yaxında, tap Ərdəbili. Ərdəbil bura. Bax Ərdəbil yaxın, Arazdan cənubda Xəzərə yaxın ərazilərdə. Bəli, orada məğlub elərlər. Sonra İsmail hara aparlar? İsmail Lahicana. Göstər Lahicanı. Lahican bura. Rəşd. İsmail neçənci ilə qədər orada qaldı? İsmail 1500-cü. Oraya bax. Gör nə yazıb qırmızı xəttin üstə. 1499. 99-da trayektoriyasını müəyyən elə haraya getdi qırmızı ox izdə. Buradan Ərdəbilə gəldi. O Davam elə. Ərdəbilə tavançılarını yığdı. Sonra Ərcivana bax. Ərcivana getdi. Davam elə şərq. 1500-cü ildə Ərzincan müşavirəsi. Göstər Ərzincanı. Gör haraya gəlir. Gəlmişinə fikir ver. Gəl. Ha gəlsən. Yuxarı. Södə desən. Ərzincan şərqanı. 1500-cü ildə oldu. Ərzincan müşavirəsinin əyini göstər orada. Ərzincan burada. Müşavirə haqqında danış. Nə qərar aldı? 1500-cü ildə oldu. Burada Tez-tez. ilk sərbəst Şirvanşah Fərrux Yasara vurulması. Aysu çıx oraya. Has döyüşdə Fərrux Yasarı məğlub elərlər. Caban döyüşü. Has qalan yaxınlığında. Burada Bakıdan. Bakıdır, Aysu göstər Gülüstan qalasının yanına. Gürcistan qalasını aldım. Aysu göstər o döyüş haqqında məlumat ver. Mən hansı döyüşə? Həmən Caban döyüş haqqında. Mən həmən Caban döyüşündə mən mənə bir ism. Göstər əlin qoy. Mən bu ərazidə. Qılıçları göstər. Mən buradadır. Ay soğul, bax döyüş olan yer. Cavab ver. Mən elə bir İsmail burada Şirvanşah Fərrux Yasarı məğlub etdi. Ay soğul, atasının qatilini. Ne demişsən 1500-cü ildə olan hadisələr sadala. 1500-cü ildə Bir. birinci Ərzincan müşavirəsi. Ən birinci Ağqoyunluya gir. Ən birinci. Əhməd sayısı, sonra Ərzincan müşavirəsi, sonra da Caban döyüşü oldu. Və Şamaxın tutulması. Sonra nə qardı 1501-ci də göstər, qırmızı oxu göstər. Aysu dayan. 1501-ci ildə mənim Hara davam eləyir yürüşü? Gülüstan qalasının, hara getsəm, Gülüstan qalasının yanına Gülüstan da. qalası 1500. Hara gedir gör?
Bakıya. Deməli birinci Dahari tutdu. Bakıya. Əlimi üstə qoy. Bakını tutdu. Bakı Şirvanşahların paytaxtı Xəzinə idi. Sonra 1501-ci dayısı göstər hari mühasirəyə aldı. Mən Bakıdan sonra Gülüstan qalası. Göstər ayısı Gülüstan qalası. Həmən qala. Neçənci əsrin qalası dayısı? Mən 12-ci əsr qalası. Nə xarakter daşıyan qalaydı? Müdafiə xarakteri. Ayısı Şirvan memarlığına aiddir. Cavab ver. De görün bu döyüş haqqında niyə Gülüstan qalası mühasirəsini dayandırdı? Çünki Əlvət Mirzə ona təşkil edir ki, Şirvanın dairəsi. Yalan deyirsən, o təhrifdir. Bir də düzəl. Sonra Təbrizdən şimala hücum etdi. Kimin hücumu idi? Əlvət Mirzə. Təbrizi göstər. Təbriz Əlvərdin mərkəzi, Urmiyanın şərqində. Oradan Əlvət kimin üzərinə hücuma keçirdi? İsmail. İsmail onda adamlarına yığdı nə dedi? Sizə dedi haramı haramılar? Sizə Gülüstan qalası mı lazımdır yoxsa bütün Azərbaycan?